look at the section together, and we will, work on 3 different passages about IELTS reading. Just give me 1 minute to send the links to other students as well. Okay, we'll do guided practice. So in case of having any, asking any questions, answer my questions, please. Okay. So without losing any time, then let's get started. So guys, here as you can see, we have 2 types of questions in part 1, as we always have. So gap filling and true false not given. What I usually recommend you to do is starting with gap filling questions. So here, let's choose some keywords. Here I can see some numbers. Can you see? So keywords can be like the names of people, the names of cities, the names of countries, numbers, something like that. So let's look for them in this case. I need to send the link to one more group. Sorry. Okay. Let's look for these ones. That's here. And what about 2 or 4 minutes? Can you see this? 2 or 4 minutes. Can you see? Here. We need to also find this word, which is here, as you can see. So then let's try to do this one. May regulate the blah, blah, blah. So regulate what? We need to find that one. The answer can be in this part. They can hold their breath, okay, breath more frequently, okay. Digraph breathing. What is a synonym of regulate here? Could you please help me? It is in this sentence. Adjust. Adjust. So what's the answer in this case? This word, right? Will be our correct answer because we are looking for a noun. Let's continue with 5. Grasp, pull up. It should be before 2 or 4 minutes. So grasp their food. Can you see it here? Test 2, yes, I can. Plants with their something. We need to find the part of their body here. So tell me, with their what they grasp and pull up plants? Lips. Lips. Sometimes students write hands. Why is not this one the correct answer? Because it function like, yani el rolu oynuyor. O demək deyir ki, əldir. Deyir ki, lipləri el rolu oynuyor. Nədir əslində istifadə edilləri? Lips. So that's why lips will be the correct answer here. Did you understand? So time to continue with this one. Aquatic vegetation or marine, they can say, instead of, but actually that's here, aquatic plant diet. As you can see, questions follow an order, which means 4 should be before 5. Aquatic vegetation such as, we need to find the name of this vegetation. So could you please try to find this one? Eventually, actually, I think it's not. Abrasive. Actually here, look at this, marine plants. What's the answer? What's the name of the aquatic vegetation? Could you please tell me? Seagrasses. Seagrasses, yeah. Look at this, such as seagrasses, which means seagrasses and other marine plants. Yes, the same meaning. So seagrasses will be the correct answer here. Perfect. In case of not understanding anything, just tell me. I have a keyword, which is here. By means of. What does it mean by means of? Bodies. No, by means of ne deseydim? Məna olaraq da, yəni No. Vasıtasıyla. Vasıtasıyla, okay. Derilərinin üzərindəki nəyin vasitəsilə? You need to find this one. So find it here. Hairs. Bəzi tələbələr bodies yazır. Sizcə dərinin üzərindəki body uyğun gəlirmi? Yox. Hairs. Okay. Then here, turn their bodies. Bədənlərini döndərmək. So
Move its head up and down. Yes. Döndərmək. Turn its entire body. That's here. Need to use their something. Nələrini istifadə edirlər bodylərini döndərmək üçün? Ne? Flippers. Flippers, yes. With ilə yəni istifadə edirlər nəyi? Flippers will be our correct answer. And this one, this will be our keyword. Let's look for this. That's here and also here. Differently shaped. We need a noun and a. We need a singular and countable noun, as you can see here. So, I found it. So instead of shape, they have written rounded. Right? Rounded what? Tail. Tail. Okay. We have already finished the gap filling questions, as you can see. It is time to continue with true, false, not given ones. So, for example, this one, Florida, this one, Africa, Amazonian, West Indian. Oh, we have years. Let's start with this. It should be in the paragraphs that we haven't worked most probably. That's here, as you can see. Let's read the question in this case. It says that the risk to manatees from entanglement present increased significantly. Did you understand? Like, it increased significantly, it says. Let's say 700 dənə idi deyir. Guys, do we have any information about like increasing, decreasing here? Do we have any information? Orada decline var. Baba decline nə vaxt üçündür? Over the next 40 years. Gələcək 43 il üçündür. Bizə 2009-2020 arası. Okay? So, the answer will be Not given. not given. Not given. Florida. Florida. There is some legislation in place which aims to reduce the likelihood. What's the meaning of likelihood? bənzəmək. No. Yox, maliyyə ilə bağlı bir şeydir. No. İhtimal. Possibility, yes. Qaydalar var bəzi yerlərdə, hansı ki hədəfləyir azaltmaq mümkünlüyünü bot strike'ların monetylərə Floridada. Görək qaydalar varmı? Laws, yeah, that's the synonym of this. Azaltmaq varmı? No limit bots during winter, allowing slow moving. Yes. Neynir? Limitləyir botların sürətini qış boyunca. Nəyə görə? İcazə vermək üçün monetylərə. Yəni onların dəyməsin deyə də, yəni ehtimalı azaltmaq üçün. So the answer will be what? True, false or not given? True. True? True. True. You're right. Then it is 12. Yes. Burada deyir ki artı, burada da deyir ki 700 dən azı artıb mı azalıb verməyib. So not given. Bu decline deyə bilərsən, bu gələcək üçündür. Bu 2009-2020 üçündür. So that's why that's not given. Okay. 11, West Indian. If you see this, just tell me, guys. West Indian is here. Can you see? It's predicted that will fall. Azalacaq sayı. So tell me, is this true, false, or not given? True. True. Undergo a decline, right? True. Will fall. So true. 20-ci əsr, Amazonian. 20-ci əsr. Tapın onu bir dənə. Bu 20-ci əsrdə, düzdürmü? The extent of the loss of was only revealed. İllər sonra bunu neynədilər? Aşkar elədilər. Nə qədər itdiyi illər sonra aşkar olundu. Estimate olunur ki, bu qədərləri öldürülüb falan filan. Bəs nə vaxt aşkar olduğu haqqında is there any information? No. No. Nə vaxt Not aşkar given. olduğunu bilmirik. So, not given. So, these ones will be our keywords.
Okay. The African mountains is limited to. Deyir, təkcə oradadılar da. Hardadır? Coastal waterlar. Deyir, təkcə oradakı coastal waterlar da bunun arasındakı. So, let's see. Motoriyadan tutmuş, Angola'ya kimi, American rivers. Devam etsin. No. Also, they are seen in Mali and Niger. So, in this case, the answer is true, false or not given? False. That's false. False possible. Çünki başqa yerdə də tapılıb da, gördüyünüz kimi bu ölkələrdə də tapılıb. Yəni ora limitli deyil. So that's why that's false. Let's continue this. Warmer water. Burada bir şey demişdim sizə. Comparison olanda mətndə mütləq nə olmalıdır? Comparison olmalıdır. Otherwise cavabımız olacaq not given. Not given. Gedək deyir ki, Floridanın manateeləri yaşayır daha Çox üzr istəyirəm. Bu compare olanı niyə görə not given götürdünüz? not given götürməmişəm. Mətndə əgər compare yoxdursa not given götürəcəm. Hə, Okay? tamam. Demişdiniz müqayisə olunca müqayisə olur. Okay. Yes. Əgər müqayisə olmasa not given götürəcəm, okay? Tamam. So, gedirik Floridanı falan axtarırıq. Burada Florida. Bir də bu until nəsə bunu axtarırıq. Bu da burada. İndi mənə bu hissəni oxuyun və deyin. Sizin fikrinizcə bu truth'durmu, false'durmu, not given'dırmı? Whereas for this compare olurdu. True değil. Suyun istiliyi haqqında bax gör nəsə informasiya varmı? Yoxdur. Not given. Not given. Hansı? Burada yoxdur məlumat. Not given. Yəni, düz. Yəni məlumat olsa belə müqayisəli yox idi da. Bəli. 7-yə keçdik. Deyir ki, a variety of nə deməkdir, guys? Daha çox Müxtəlif. Müxtəlif. Diversity. Aha, deyir çeşidli akvatik aktivite deməkdir bəs. Su. Su ilə bağlı olan şey. Sinonimi nədir akvatik? Marine. Marine, əla. Deyir bir neçə su məskənlərində tapılır bu West Indian şeyləri. West Indian. Başqa bir yerdə varmı West Indian? Hər ehtimala qarşı baxma. Bu qədər çox uzaq olmaz da yəqin. Burada olacaq. İndi baxın bura. Mənə deyin sizcə true-durmu, false-durmu, not given-durmu? True. True. Deyir bir sıra su hövzələrində tapılır. Burada nə deyir? Deyir fresh water-da var, duzlu su da var, işte river-də var, lake-də var. Yəni çeşidli yerlərdədir. So that's why it will be true. Clear for all of you guys. Any questions? It is time to continue with Yeah, clear. Okay, perfect. We will start with the gap filling questions. Let's try to find some keywords, if it's possible. Self-esteem, mood, Sonra self-esteem. yes, self-esteem. Anything else? Procrastination we can not take because it's our topic, general topic. So let's do something like research. Yes. Research. Brain regions'ı götürə bilərik. Nə? Brain regions'ı götürə bilərik. Hardadır götürə bilərik. Bir də mən yerini deyim. Differences in the brain region. Biraz aşağı salın. Research'ın aşağısındakı 19'un cümlədədir. yuxarısında. Brain regions. Hə, beyinlə əlaqəli bir şey götürə bilərik. You're Bir də right. emotions da var. Regulating the emotions. Bax, self-worth məncə self-esteemi bir növ hardasa eləyə bilər. Emotion gördünüz, emosiyalar var idi. Məncə tapdıq da. Poor da gördüm bayaq hardasa. Poor mood. Burada nə deyir poor'dan? Paragrafın ikinci cümləsindədir. Caused by poor mood management elə oradadır. Yes, poor mood. So yerini tapdıq ya. Onda bu da birinci paragrafda olacaq da, düzdür? Aha. Deyir ki, many people think that nədir procrastination ümumiyyətlə? Ertələmə xəstəliyi, ertələmə. Bəli. Proqnozlaşdırma. Deyir, is the result of something. Nəyinsə nəticəsidir. Deyir, çox insanlar düşünür ki, nəyinsə nəticəsidir. Hə, elə bu cümlədədir. Buradan mənə baxın deyin. Procrastination nəyin nəticəsidir? Laziness. Laziness. Tənbəlliyi. Bəli. Burada da deyir ki, organized time effectively onun yerinə nə yazır? Poor time management yazır, düzdür? Inability. Self-esteem nəyin əvəz olunur? Burada 17-də Self- caused by poor mood management.
değil cavab. Çünki Yox, orada deyir for mənfi is not due to. sonsuzda. Özü yazmaq da Aa, ola bilməz. okay. Okay. So, yox, Anxious. self-esteem Feel hangi anxious. sinonim idi? Self To versus feel anxious. Self-first. anxious. Anxious. Brain regions. Nəsə brainlə əlaqəli bir şey axtarırıq. Yuxarıda vardı research'tan sonra. Ha, the brain imagine. Imagine. Research involving. Involving brain Areas imaging of and the found brain, that yes. areas. Aha. Regulating emotions. Emotion buradadır. Hə, və Treat. identify nəyi sinonim? Treats. Breeds. Define Threats. threats. Təhdid deməkdir də bilirsiniz. Risk, təhdid mənası. Bəli. Keçdik bura. Getting ready to take a typical example. Example. Stop. Ah, no. Get ready to take. Take exam. Ola bilər. Exam stage. Yeah, preparing for exams. Exams. Mhm. Exams. Mən de onu demək istəyirəm. mən. Yes, Allah. Keçdik. Low Self-esteem. People with low self-esteem. Yeah. self-esteem. Either Easy. nə ya da Either. self-esteem. I, Ana Perfectionist. 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 Mhm. Feeling of something bizə hissin adı lazımdır. Modumuzu düşürmək. Nəsə modla bağlı bir şey. Mood boost. We get another mood boost. Bir dənə də aşağı, bir dənə də aşağı düşün. Bir dənə. Bir dənə də aşağı düşün. Bir dənə də. We get Mood another boost. Yeah, mood we boost. get another mood boost. Yuxarısı. Yuxarıda. Onun üstü. Qulaq asın. Mood boost. A sense of guilt. Qulaq asın. Mood boost modun azalması deməkdir. Worsens our mood modumuzun aşağı düşməsi deməkdir. Bunlar əks sözlərdirlər axı bir-birləri ilə. Aa, A sense of guilt. Baxın bu. negative mood. Yeah. Increases negative mood, yəni Yeah. worsens our mood, yes. Hansı hissdir? Tapın hissin adını. Guilty. Guilt. Guilt. Yəqin hiss eləmisiniz. A feeling of-u nə ilə əvəz edirlər? Sense of. A sense A of. sense of. Sense of. Qaldı bu geçsin. Bunlara baxaq. Employees, işçilər. Düzdürmü? Mhm. Bir də işçilər haqqında. İşləmədiyimiz fərqlər var. Ya da bu paragrafta değil. Burada 22.000 employees deyir. Aha. 22,000. Aha. Yeah. Gəlirəm paragrafı oxuyuram. Nə zaman ki çox insanlar procrastination kostlarını düşünürlər, onlar düşünürlər onun nəyə təsir haqqında, productivity-yə. Məsələn, studiyalar göstərir ki, procrastination bizim studentlərin performansına negativ təsir edir. Burada studentlə qarşı da bizə şey lazımdır, employee lazımdır. Digər research göstərir ki, işçilər on average ortalama xərcləyir 1/4-ni işlərinin nəsə təxirə salaraq bu əlaqələrin mənfi nəticələrlə əslində USA-da eləyiblər 22 mindən çox işçini araşdırıblar. Participantlar, kimlər ki deyiblər ki, onlar tez-tez procrastinate edirlər, onların nəyi var? Daha az Daha az maaş, gəlir iyilik var, maaşı. daha az employment stability'si var. Buraya bir şey procrastination azaldıkça da maaş artır da. Yox, no, procrastination artdıkça maaş azalır deyir. Azal. Hansılar oldu? Birində dediğim maaşları azdı da, düzdürmü? Yəni hansı cavab? A ve C. Salary A, evet C. A, A, C. stability, their jobs, yes. A and C. Tamam. Keçdik buna. Bizə lazımdır recommendation, düzdürmü? Ya I ya F olacaq. Burada realist cycle. Burada neynədiyində we should falan məsləhətdir də, düzdürmü? Həm də better find ways to manage. Demək burada. Həm də baxın, cycle deyir axı burada. Cycle var burada, okay? Deyir, ilk addım olmalıdır ki, biz manage eləməliyik environmentimizi və taskı necə view elədiyimizi. Birinci sıra evidence-based studylər var, hansılar ki, bizə distractionları dəf eləməyimizə kömək edə bilər, hansı ki, bizim beynimizi ələ keçirir. Nə vaxt ki, biz nəyin üzərində fokuslanmalıyıq. Məsələn, özümüzə xatırlatmaq ki, bu task niyə önəmlidir və dəyərlidir. Bizim pozitiv feelinglərimizi artıra bilər ona görə. Özümüzü bağışlamaq, nə vaxt ki, biz procrastinate edirik, bizə procrastination cycle-ını qırmağa kömək edə bilər.
Biz qəbul eləməliyik ki, biz pis hiss edirik, amma özümüzə çox tənqid eləməməliyik də. Biz özümüzü xatırlatmalıyıq ki, biz ilk insan deyilik prokrastinate edən və son insan da deyilik. Bunu eləmək artıq bizi neqativ hisslərdən qurtara bilər və s. və beləliklə biz düzələrik falan filan. A'da deyir ki, özünü çox tənqid eləmə. Bunu oxuduq da, düzdürmü? Demişdik ki, onun necə paraphrase eləmişdi, özünü çox tənqid eləmə. Not be over Station necə critical. Ourself. Not or critical. Manageable aims qoy. Bunu görmədim. Elə bir şey yox. Tasks yox idi. Priority tasks no. Avoiding. De bu da. Bizi konsentrasiyamıza mane olan şeylərdən avoid olmaq. Burada da fend of Manage our emo- Ha, bunu vermişdi. Ama End bir of de distraction. tasks. Yes, that's your ha. Distractionları dəf eləmək. The same meaning. So, ona görə də cavablarımız oldu. A və E. Bunu başa düşdüyümü? Ben. Yeah. Okay. It's time to continue with this. We have MD here, which means one letter most probably will be used twice. Cambridge 20 test tube filanitest. bir şey soruşa bilərəm başlamadan qabaq. O MB olanda %100 həmişə 2 dəfə istifadə edilir. 90%, not 100, 90%. Ah, okay. So, mention of false assumptions. Bunu oxumuşduq. Bəzi insanlar düşünür ki, tənbəl eləyirik, nə bilim nə, amma əslində research göstərir ki, buna görə eləyirik. A'daydı. Fərziyələr harda? De bura, burada. A. A yox, Ha, B. B. Due to laziness, amma əslində belə deyil. Okay. Oldu B. Ona görə sonda işlədik ki, işlədiyimizə görə şey eləyə bilərik də. Reference to realization that others, digərləri də procrastinate edir. Bu hansı paragrafdaydı? Kim Ən dedi? sonuncu paraqrafda. Deyirdik, biz ilk insan deyilik, biz son insan da deyilik. Belə bir şey oxumuşduq, yadınızdadır. F idi də, hə? F. Yeah. Neurological evidence deyirsə, guys, neurological beyin deməkdir də. Beyin ayda Regions of brain olansı. Hadi oxumuşduq. De burada, the areas. B. Ha, B. Всё, bunu da bitirdik. Herkese aydındır mı bu? Yes. Sorunuz var mı? No. No. It is time to continue with part 3 in this case. Yes, no, not given. Bu da Gatling oxşamı, tam Gatling deyil. Sonda işləyim bunu, yaxşı. O daha çətin olur həmişə. Gəlin yes, no, not given'dan başlayalım. Keyword. Keyword. Deyir ki, nə zaman ki istifadə elədi onu, he shared decision making, qərar verməyi paylaşdı və strikes. Strike bilirsiniz atışda, nəsə atırlar belə ping-pongda falan. Yeah. Counter Strike. Decision makingləri deyir ki, ondan paylaşdı. Görək paylaşdı mı ondan? First olduğunu deyir. Bu cümləni oxuyun, mənə deyin. Sizcə true, false, not given. False. False, false. Ups, bir dəqiqə uşaqlar bura. False olacaq. Niyə false olacaq? Niyə? Çünki deyir ki, özü Instead of making deməkdənsə decisions were to him hard decision. o birisinin qərar verməsini istifadə edirdi. Yəni özü decision makingi share eləmədi də elə bil ki. Ona görə də cavabımız burada oldu. No. Başa düşdük. Yeah. Əla. Keçdik 28-ə. Ben de onu bir de izah edebilirsiniz. Biraz anlamadım. Deyir ki, ortaq qərar verdilər də elə bil ki, share decision. Okey. Amma burada da deyir. Ha, onlar etmeyip ortak. Ha, başa düştüm. Keçdik. Bu da buradadır, düzdürmü? Yeah. MLB. Aha, deyir ki, MLB hesab Mən soruşa bilərəm. buyur. Mən fikir vermişəm yox. Həmişə bu cümlələr, yəni bu suallar ard-arda gəlir, sırasıyla gəlir. Yes, ardıcıl gəlir əlbəttə. Birində də olmalı deyəsən, sözləri qoyanda da deyəsən ard-arda gəlir. Demək olar. Gap filling'dir, multiple choice'dir, true, false, not given'dir. Bunlar ardıcıl gələn suallar. Okay. Okay. MLB'ni tapdıq. Deyir ki, it is necessary to amend the size of strike zone when criticisms were received from players. Önəmlidir nəsə eləmək strike zonun ölçüsünü, yəqin dəyişmək falan da belə bir şey olacaq. Nə zaman ki, tənqidlər qəbul olunur playerlərdən. Okay, gəlin baxaq. Tənqid axtarıram. Strike zone var aşağı cümlədə. Oradan da bilərik. Strike, yes.
Judgment mənim tənqid ola bilər, Ola mühakimə. bilər. Aa, judgment, yes. Aşağıda bir disagreement var. No shout disagreement. Yəni bunu işləyək, sonra buna keçək istəyirsinizsə. Çünki burada biraz ağlımız qarışdı. Deməli, burada deyir ki, MLB is keen to justify the money. Nəsə pulla bağlı bir şey lazımdır da bizə, düzdürmü? Spent on improving and bla bla bla. Yenə bizim keywordumuz olacaq MLB. Burada pul axtarıram hal-hazırda. MLB. MLB burada da var. Dimensions. Perfect. Good game. Reducing. So, MLB sonra burada da var. Axırdan qayıdacağam belə gəzdə. Başqa məsələn Sword. ABC var idi orada. Ona çox yeri. Evet. Sword'u götürdüm buradan. ABC çünki burada da var, burada da var. Görürsən, Sword burada da var əslində. Başqa nəyə götürə bilərik? Debat, Evet. baseball bat. Harda tapmışdıq Sword burada. Baseball var. Bat. Yəqin ki bu hissədə olacaq. There are different proposals for alterations to the baseball bat led to a fierce debate on Sword's team. Müxtəlif təkliflər, dəyişikliklər haqqında da baseball bətə gətirib çıxardı debata. Debat bilirsiniz də nədir? Müzakirəyə. Sportsun timində. Discussion. Mən növbəti paragrafda changing var. They talked about changing. O ola bilər. Hansı paragraf? Bats da var İkinci orada. paragrafın ilk sətrinə baxın zəhmət olmasa. They talked about changing. Alterations sözü ilə paraphrase. Hardadır? Changing. Yes, bats da buradadır. Yes, düzdür. Burada. İndi deyir ki, müxtəlif təkliflər, dəyişikliklər haqqında gətirib çıxardı debata. Dəyişikliklər deyir, debata gətirib çıxardı. They talked about changing. Deyir, changing haqqında danışdılar. Talked about Onun haqqında danışmaq uşaqlar, müxtəlif təkliflər irəli sürdülər, eyni şey deyil axı. Məncə not given olacaq. Bildiniz səbəbini niyə? Çünki danışmaq və brainstorm da bilirsiniz nə deməkdir? Fikir mübadiləsi aparmaq. Və demir ki, different proposals var. So that's why that's not given most probably. Debatın qabağındakı fierce sözü. Bilmirəm, yəqin ki, oyatmaq mənasını verəcək. Debat oyatmaq və ya debat yaratmaq. Bu, alovlandırmaq ya da belə bir şey. Bəli, şiddətləndirmək, alovlandırmaq. Fire sözünə oxşayıraq da. Alovlandırdı debatı, oradan təxmin elədim. Sonra keçdik buna. Deyir ki, bu make edir change-ə, it makes change to the shape of the sentence or feasible. Okay. İndi bunu axtarırıq. Buradadır. Bizə lazımdır shape söhbəti, yəni ölçüləri haqqında bir məlumat. Orada triangle falan deyil. It may be a Yəni triangle. orada Triangle, yeah, block, something. shaped like Texas var. Something. Over time, can allow to change with it. Yəni dəyişə bildi də, icazə verdi dəyişməyə. So, onda bu oldu, yes. yes oldu. 100 mile an hour. Düzdür, bu burada. Bəli. 100 mile an hour fastball led to a more burada nəyə diqqət etiririk? More More exciting. style of play. Görək daha maraq. Baxın buna, mənə deyin görək. Lacking much action. Cavab nə oldu? No. Çünki action çatmırdı burada, yəni maraq deyildi də. So, Ama orada diyor ki the results showed that everyone wanted more action, more hits, more defense, more base running. This type of baseball essentially hasn't existed since the 1960s when they had blah blah blah. Yani o introduced olanlar 1960 ilə qədər yox idi belə more hitli, more actionlı oyun. 1960-cı il, since demiş, anti demiş. Nice. başa düşdün? Okay. So, bu onlar elə ki, belə oynayırdılar, sonra bu sistem gəldi, bu sistem action yox idi deyə maraqsız idi. Başa düşdün? So, keçdim money söhbətinə. Money bundan əvvəl olmalıdır. Funding deyə bilər. Nəsə belə bir şeylər ola bilər. Buralarda işləməmişik heç. Buradan da axtara bilərik. Tapmasam Nurjen Natkiv'in götürəcəm. Besides, human hands, managers. Not given yazacağım. Money ilə bağlı, pulla bağlı heç bir şey tapmadım.
Keçirəm 28-ə. Deyir ki, amend the size of the strike zone. Criticism. Okay, bizim deməli 30'umuz hardaydı? Like attention buradaydı. Bunların neyin arası lazımdı bizə? Bayaqki nereden tapmışdıq? Strike zone. Yəqin ki bu hissədə olacaq. Announce the cause, just recorded voice, calling a strike with judgment. Judgment şəklində deyir burada. Onda judgment nəyin sinonimi ola bilər? Baxsaq. Criticism. Yes. So, nəyi götürərik? Strike doesn't hit the ball. Strike zones, finish, middle chance is common during the first game calls. No hacking, okay. No making force, complex arguments and perhaps taking place. Argumentlər olub, mübahisələr olub, bir növ tənqidlər olub. All have present rules of plan. Well, you may scream out this. Okay. So, disagreement, yəqin ki bu olacaq. You must never shot personal. However, the argument stopped. There is nothing about this again. So decided to tweak the dimensions of the zone. Zone'un dimensionlarını neynədilər? Dəyişməyə qərar verdilər bunun nəticəsində. So, most probably, yes. To amend, yəqin ki bu bunun sinonimidir. Strike zone. Amend nə deməkdir? Yəqin ki to tweak-lə sinonimdirlər deyə təxmin elədim. Let me just check. Dəyişmək. Mənaları nədir? To amendlə to weaken. Yes, dəyişmək demək oldu, düzdür. Amend dəyişməkdir. Tweak də yəqin ki dəyişmək olacaq. Change kimdə? Tweak, yəni dimension nədir? Ölçü deməkdir. Ölçüləri nə edə bilərlər? Dəyişib, azaltmaq, kiçiltmək, belə bir şey olacaq. Yes. So, that's why it will be true. It will reduce controversy in the game. But the question whether universal or whether yes. Deyir ki, insanlar işte tənqid edirmişlər falan, sonra qərar veriblər ki, dəyişsinlər onun zonunu. Yəni, önəmlidir playerlərdən gələn kritisizmə görə dəyişmək. The same meaning. So the answer will be yes in this question. Did you understand this one? Okay. Yep. Yeah. Then, perfect. Then let's continue with multiple choice questions. Here they have given the paragraph, so it is easier for us. 1, 2, 3, 4, 5. Here. Let's read this paragraph for ourselves. İnsan deyir ən azından geri qışqırır. Mən nə zaman ki Frank Viola'ya danışırdım, o bir koçdur bu timdən. O dedi ki, ABS işləyir dizayn olunmuş şəkildə. It was unforgiving and pedantic almost. Unforgiving-dir, pedantic-dir, belə deyir, harasa qanuni bir şeydir. Manfred deyir, lawyer-dir qeyd edir. Bəzi pitcherlər şikayət edirlər ki, insanlarla mübahisədə robotların strike zonları çox dəqiqdir. Viola deyir, özü də bir dəfə əsas liqanın oyuncusuydu. Nə vaxt ki pitching eləyirdi, o izah elədi ki, umpires rewarded skill, reward elədilər onun skillini. Throw it where you aimed. At onu hara ki sən hədəfləyirsən, o strike olacaq. Hətta sən ona deyir, birinci, ikinci çöldən də atsan. Qısaca söhbət bundan gedir ki, sən elektronik bir şeydən istifadə eləsən, sən pis atsan da o gedib strike olacaq da. Deyir, ən azından insanlar geri qışqırır falan, nəsə maraqlı bir şey olur. Burada maraqlı heç bir şey olmur. Hər şey qayda qanun içindəndir. Keçək. Deyir ki, səhv qərarlar vermək, bunun haqqında bir şey yox idi. B olacaq yəqin ki. Nə deyir? Deyir ki, it may reduce the appeal of the game. Appeal nədir bilirik? Appeal nə? Aşağılamaq, üzə çıxmaq. Üzə çıxmaq. Cazibədar. Müraciət etmək. Bəli, maraq. O oyunun deyir, marağını azaldacaq. Burada da nə deyir? Deyir, sən səhv atsan da düz gedəcək, başa düşdü. Strike olacaq falan. Yəni, reduce the appeal of the game düzgün cavab oldu. Keçdi buna. ABS və Margonsford'u, yəqin ki, növbəti paragrafda olacaq cavabımız. Bunu bayaq... Burada Atkins Sword. Yes, bayaq biraz oxumuşduq. Deməli, sporda görə ABS böyük bir proyektin bir hissəsidir, hansı ki beyzbolu daha exciting eləyir. Çünki bunlar deyir ki, dəhşətə gəliblər də younger fanatları itirməkdən. Çünki younger fanatlar daha əsas in the case, hansı ki əvvəldə baş verib at yarışına və boksa. O izah eləyir ki, onlar necə başlayıblar soruşmağa fanatlara ki, hansı tip fanatlar? Bir dəqiqə. Bu şey deyil. Yox, bu player idi, heç nə. Onlar bir fanatlardan soruşublar ki,
hansı tip beyzbol onlar üçün daha maraqlıdır da. Cavan fanatlarını itirirmişlər. Cavan fanatlar da beyzbola maraq göstərmirmiş. Bunlar da gediblər, yəni cavan fanatlar soruşublar ki, sənin üçün ən exciting olan beyzbol hansıdır? Onlar da deyib ki, biz action sevirik də. Yəni nə qədər hit olsa, nə qədər defense olsa, və biz onu xoşlayırıq. Bu deyir, beyzbol deyir, hasn't existed. Mövcud değildi since 1960'lardan bəri. Nə zaman ki 100 saatda 100 mil olan fastball oyuna daxil oldu. Bu artıq oyuna müəyyən qədər walklar və home runlar və s. elədi və bu da oyunun marağını azaltdı. Okay. Baxaq. Deyir ABS-in təqdim olunması. Was regarding experiment with guaranteed outcome. Garanti deyil, heç nə verməmişdi. Was intended to keep up with developments in other sports. Bəzən tələblər gedir, in other sports deyir ki, burada şey var, at yarışı və boks var. Cavab budur, yox. Deyir ki, at yarışında və boksda biz fanat itirmişik, indi burada da itiririk. Bu demək deyil ki, biz at yarışındakı inkişafla uzlaşırıq. Yəni, tam əks mənalardır. Bir səhvdir. Was a response to changing attitudes about the role of sports. İdmanın rolundan danışmırdı, getdi. Was an attempt to ensure baseball retained here. Gənc auditoriyanı saxlamaq istəyirdilər də, onun üçün gətirmişlər. Yadınızdadır, burada deyir ki, gənclərə işte suallar verdik falan. Ona görə də cavabımız D variantı oldu. Başa düşdünüz bunu? Keçdik 40-a. Görürsünüz, optionları əvvəldən oxumuram. Optionları sonda oxuyuram. Gedək bundan törün rus sonunda tapaq. Russon. Bəs notanı? Not deyəsən səhv spell edir. Noydu. Aha. Mən deyir ki, qərar verdim ki, e-mail yazım blanketə. Deyir ki, hardly day goes by the reasons why is it. Deyir ki, elə bir gün yoxdur ki o. Mən oyanmayım və düşünməyim ki, bu bir terrible ideadır. O qeyd edir ki, this is part of a movement to use algorithm. O deyir, movementin bir partıdır, hansı ki algoritmanı istifadə edir to take hard choices of living out of life. Çətin qərarları həyatımızdan out of life, yəni çıxarmaq üçün. Yəqin ki, o haqlıdır. Biz beyzbol izləyirik, niyə? Vaxt öldürməyə. Yəni, onu maximize etməyə yox. Bəzi playerlər have made had descendants order. Robotlara qarşı yəqin ön yargısı falan var. Düşünürlər ki, accuracy cavab deyil. Rusiyaya görə kim ki oynamaq istəyir bu komandada, texnologiya ilə insanlar hər şeyin perfect olmasını istəyir. Bu reality deyil. Perfect olması, yəni deyir, qəribə olardı da. Sənin komandan maraqsız olar. Sənin komandan həmişə qazanır. Oyun həmişə mükəmməldir. Sənin cibində həmişə pul var. Sənin maşının heç vaxt qırılmır. O da sən nə haqqında danışacaqsan? Okay. To show that the technology vary. Vary nə deməkdir, guys? Fərqlənir. Different. Fərqlənməsindən nəsə danışdı bizə? Yox, getdi. Hey. Turkey that people have unrealistic expectations of sport. İdmandan unrealistic expectations var. Unrealistic bir şey yoxdur axı. Dedir, əksinə ancaq qalib gəlirlər. Indicated, yes. Accuracy Oldu. demişsin as enjoyment. Accuracy-ni nə ilə əvəz elədim? Ehtiyat. Accuracy ilə accuracy idi də. Perfect. Aha, demişdi ki, əgər robot olsa accuracy olacaq, amma ki, nə olacaq? Eyni əyləncə olmayacaq. I think Yəni, perfect will be weird. Yəni, danışmağa bir şey olmayacaq. So, C will be the correct answer for this question in this case. Did you understand this one as well? Eyni maraq olmayacaq. Yes. Bəli, düz. Keçdik bunlara. Hansı qaldı bizdə? Bu. Hansı sözləri keyword götürək? Hər yerdə bunlar var, qışqırmağı bayaq gördük. Hartaydı? Yells back, budur. Görürsən. Better sneak. Götürə bilək. The better sneak. Hardadır? D. Biraz aşağı. Approximately from the better sneak. Yes. Dizim. Yəni onu axtaraq. Over strike calls were not uncommon. Over strike calls. Bunu heç Deyəsən, hardasa mötərizənin içindəydi. görsəz deyim mənə. Hə, burada yəqin. Heç işlətməmişdim. Abi bir dənə yuxarı baxa bilərsiniz ki, from changing the bets də var amma. Amma o bettersin yəni, yaşlaşdırdım mən. Umpire job. Job'u görmüşəm, bir dəqiqə. Umpire'sində. Umpire.
The road Yəqin yuxarıda. face buralar var. De, buradaydı. Battersea. zone. Battersea buradaydı. Mənə deyim bir dənə. Stretching from dedi. Pirates. Battersea. Yeah. Keçdi buna baxaq. A ball is considered when a batter does not hit it and it crosses through a something extending approximately. Hə, nəyinsə boyunca deyir o keçir. Okay, optionlara baxaq. Hə, Orada Which artıqına görə boundary? biz nə tapa Yes. bilərik də yəni. through gördünüz. Strike Ben ya da imaginary zone götürə bilərik. Strike zone ya da Mhm. imaginary zone sinonim deyil mənə. Var. perceived your area. Area, düzdür. Perceived Zona Düzdür, ərazi hə. deməkdir də, düzdürmü? Yeah. Perceived. So H. Onda biz yuxarıdakıları da tapa bilərik. Bəli, Assert bəli, bəli. məsələni tapa bilərik. Burada da mı? Sırayla izləyir bildiyiniz kimi. About whether a ball was strike. Yeah, it was a strike. De Jesus. It was a strike. De. Answer. Recorded voice. Ha, it was Recorded voice. a strike. Deməli, recorded voice tapmalıyıq burada. Nə deyir sualda? Required a blah 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 about voice. Recorded voice. What? Yeah, total silence. No, səssizlik və silence eyni şeylər deyil. Yeah. Bilmərik. Amma bir şey baxın da uşaqlar. Birbaşa elə düşünməyin. Recorded o adamın səsi var idi. O adamlar, kolları var idi. Announce the calls. Nələr əvəz ediblər sizcə? Subjective assessment ola bilər. Şəxs dəyərləndirmələri var idi da, yəni səsləri. Hətta bura baxın judgment call. Judgment nədir? Yəni tənqidi call da, like subjective. So that's why D will be the correct answer here. 33. To shut out decisions they had in their nə bilim nə. Decisions in their olacaq keywordlərimiz. Hə, buradadır. Deməli. In the past. So in their past, yəni in their nə? Hansı sözdür? Former roles. Former neydi? İlk rolları da, yəni əvvəlki rolları, düzdürmü? Cavabımız oldu nə? F. Were not uncommon. Və burada today. Bu neydən sonra gəlməlidir? Neydən sonra gəlməlidir? 500, bu in the past deməkdir də, düzdürmü? 150 years ago. Burada isə today, hanı today? Today hanı? Today burada. Today də burada. Overstrike calls were not uncommon. Nələr uncommon deyildi? Maybe arguments. Yeah. Countless argument. Countless. Saysız idi. Sonda nə idi onda argumentin ki? Numerous Disputes. Yes. Numerous disputes. Düzdür. One difference of it during the first game the strike calls were met with. Üzləşdilər nə ilənsə. Today. Total silence. Today. O yuxarıdakı paragrafdadır. Nobody say the word deyir çünki. Yes. During the first game, yes. Yeah. First game. No shouted disagreement. Nobody said a word. Yəni Total silence. Total silence. O zaman burada ardıcıllıq gözlənilməlidir, düzdürmü? yenə sualda part 3-də ola bilir elə. Hamısını işlədik. Boşluq oldu. Biraz qarışıq deyil. Nə? Biraz qarışıq idi. Bu O axırıncı işlədiyimiz suallar da olsun. biraz qarışıqlıq çoxdur. Məncə- Və bəzən bilmədiyimiz sözlər çoxdur. Hə, sizin işləmə məncə də asandır. Aynen. Çox sürətli gedir. Mən onun heç onu başa düşə bilmirəm. Gördüyümdə ki onu Dəş. bilmirəm, mən onu atıram imtahanda həmişə. Məntiqimə görə atmağa çalışıram. Bilsiz nə edirəm? Full mətni oxuyuram bir dəfə özüm üçün sürətdə. Sonra mənaya uyğun olaraq atmağa çalışıram. Çünki Onu mən dedim, Məncə- amma mənə bəzən olmuyor. Mən yəni sözü bilməmək dəyişir. bəzən çox Bəli. qalır. Hə, eynən. O da məsələ. Mən də elə edirəm. Məntiqə atıram, random atıram. Yəni ən